Həniflik nədir? Şirkdən tamamilə meyl eləmək. Hara meyl eləmək? İlə tövhidə meyl eləmək. O da buyurur ki, necə olur? Dini xalis Allaha məxsus edərək. Sonra deyir ki, millətə İbrahim, yəni həniflik İbrahimin dini idi. Buyurur ki, millə, din, tariquhu əd-dini, yəni İbrahimin dini yolu. Dini yolu. Əlləzi yesiru aleyhi, hansı ki onun üzərində gedir, aleyhissalatu vesselam. Sonra buyurur ki, İbrahim huve halilur rahman. Rahmanin, Allahın halili idi. Vettehadallah İbrahimə halilə. Allah deyir ki, Allah İbrahim özünə xəlil götürdü. Nisa suresi 125-ci ayə. Və huve abul ənbiyə. İbrahim aleyhissalam peyğəmbərlərin, yəni özündən sonra gələn peyğəmbərlərin atasıdır. Bilirsiniz ki, İbrahim aleyhissalamın neçə zövcəsi olub? 2. Həcər, Sara. Həcərdən olub hansı oğlu? Həcərdən İsmail olub. Və ondan da bir yəni Muhammed sallallahu aleyhi ve sellem gəlib, peyğəmbər. Aleyhissalatu vesselam. Sara'dan kim olub? İshak. Və İshakdan Yaqub, sonra bütün peyğəmbərlər. Ona görə Əbul Ənbiyə deyilir. Peyğəmbərlərin atası İbrahim aleyhissalama.